Baxın, valideyn olmaq bir peşədir məncə. Xüsusilə Azərbaycanda bir bacarıqdır. Sual: mən bunu hardan öyrənim? Bir cavab budur. Anadan gəlmə. Əzizim, mən bilmirəm, bax, mən valideyn olmuşam. Mən ailə qurmuşam. Günah etməmişəm ki. İndi valideyn olmuşam. İstəyirəm yaxşı valideyn necə olur? Uşağımı maksimum qoruyum, onu çərçivəyə salacam. Maksimum azad buraxım, gedib qoşulacaq Avar oraya. pis uşaqlara. Mən nə eləyim? Bax, sual verirəm sizə. Bəzən kitab oxumaq faydasız bir iş kimi təqdim olunur. Mən bunu, bax, bu sualın cavabı mən hardan öyrənim? Hüquqşünasdan, nə bilim, həkimdən, supermarketdən, hardan? Yəni kitabdan öyrənməlidir verdiyi tərbiyyə. Yox, əzizim, mən hardan öyrənirsən öyrən, kitabdan öyrən, YouTube platformalarından öyrən, dərsdən öyrən, amma öyrənməlisən də, sözüm budur. Mən bilmirəm axı. Mən bilmirəm də, öyrənməliyəm. Mən hər hansı adresini soruşuram, ünvanı. Kimdənsə soruşuram da. Mənim sözüm odur ki, bu sahələrdə öyrənilməlidir. Onu demək istəyirəm. İndi qayıdırıq bu mövzuya. Bir kəlmə deyim, bilirəm çox uzatdıq. Məsələ odur ki, Daniel Goleman deyir, Goleman bu sahənin əjdahalarındandır. Bəziləri deyir ki, çox böyütmək lazım deyil jurnalistə, amma hər halda kitabları milyonlarla satılıb, emosional zəkadır. O deyir ki, haqlı olaraq deyir ki, əzizim, sən gedib konkret bilgiləri 10 saata, 20 saata, bir semestrə öyrənə bilirsən, amma emosional davranışları deyir, kursla, konkret. Getdim 16 saatlıq kursa, oldum dürüst adam, ədalətli adam, xeyr. 16 saatlıq ədalətli adam kursu olmur, amma sual budur, bax. Ədalətli adam olmaq vacibdir yoxsa yox, yaxşıdır yoxsa yox.